Reduksiya reaksiyasının, daha doğrusu başdan belə deyək də, oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalar oksidləşmə reduksiya reaksiyalarıdır. Oksidləşmə reduksiya reaksiyasının biz 4 növünü ayırd eləyəcəyik. Birincisi deyirik molekullar və ya atomlar arası. Molekullar və ya atomlar arası. Atomlar arası. Bu nə deməkdir uşaqlar? Oksidləşmə dərəcəsini dəyişən elementlər ayrı-ayrı molekullarda olacaqdır. Məsəl üçün, gəlin baxaq. Elə məsəl üçün, misin nitrat turşuda reaksiyası. Bunu yazaq. Buradan nə alınır? Mis 2 nitrat, düzdürmü? Üstə gəldik NO2, üstə gəldik su. Əmsallaşdıraq, deməli 2 yazsaq bura 4, 2 də yazdıq və salam. Oldu bərabər. İndi gəlin oksidləşmə dərəcəsinin dəyişənlərə baxaq. Dəyişən hansıdır? Mis sıfırdan gəlib neçəyə? Müsbət 2-yə. Azot müsbət 5-dən gəlib neçəyə? Müsbət 4-ə. Hardan bildim? 2-ni vururam. Mahir bax. Mənfi 2-yə eləyir 4. Demək ki, azotun oksidləşmə dərəcəsi buradan müsbət 4-dür. İndi dəyişənlər hansı oldu uşaqlar? Oksidləşmə dərəcəsinin dəyişənlər hansı oldu? Mis, düzdürmü? Görürsünüz, ayrı bir molekuldur. Bir də nitrat turşusu, bu da ayrı bir molekuldur. Vəssalam. Ayrı-ayrı oksidləşdirici və reduksiya edici ayrı-ayrı molekulun tərkibindədirsə, onda loru şəkildə belə deyək. Baxın, plus vasitəsilə ayrılıqda biri-birindən. Düzdür? Bu oldu nə? Molekullar və ya atomlar arası. İkinci növü biz deyəcəyik molekul daxili. Sizcə molekul daxili olanda onda nə olur? Nə olur? Bax, oksidləşdirici, reduksiya edici hansı vəziyyətdə olur? Eyni molekulun daxilində. Məsəl üçün, gəlin yazaq. Nəyi yazaq? Kalium nitrat. Parçalanır. Hüseyin, nə alınır? De görüm. Kalium NO2, bir də O2. Oksidləşmə dərəcələrini yazaq. Mahirdə yazın. Oksigen həmişə mənfi 2. Kalium valentinə uyğun müsbət 1. Azotun oksidləşmə dərəcəsi olacaq burada müsbət 5. 5, 3 niyə? Müsbət 5. Keçdim sağ tərəfə uşaqlar. 0, bir də mənfi 2, müsbət 1. Azot oldu burada neçə? Müsbət 3. İndi dəyişənlər hansılardır uşaqlar? Bir baxın görək. Dəyişən azotdur. Bir də hansıdır? Oksigendir. Oksidləşdirici azot müsbət 5-dən gəlib müsbət 3-ə. Bu oksidləşdirici. Oksigen mənfi 2-dən gəlib oksigen 0-a. Düzdür? Bu da reduksiya edici. Oksidləşdirici və reduksiya edici bir molekulun daxilindədir. Bu olacaq nə? Molekul daxili oksidləşmə reduksiya reaksiyası. Başa düşdükmü bunu? Yaxşı. Gələk baxaq görək. Bəs digər növü hansı olacaq? Digər növü 3 olacaq öz-özünə. Öz-özünə. Öz-özünəyə biz deyəcəyik, həm də nə ümid yadımızdadır? Disproporsiya. Doğrudur. Disproporsiya. İndi gəlin baxaq. Uşaqlar, xlor 2 üstə gəl, tutaq ki, H2O. Temperaturla yazmışıq. Nə alınacaq buradan? H2O və H2O nədir? Bir dəqiqə. Aha, xlorlu su. Temperatursuz olanda xlorlu su. Temperaturla dolanda H-xlor, üstə gəl, H-xlor O3. İndi gəlin oksidləşmə dərəcələrini yazaq dəyişənləri. Xlor neytraldır 0. Oksigen mənfi 2, hidrogen müsbət 1. Keçdim reaksiyanın sağ tərəfinə. Xlor mənfi 1, hidrogen müsbət 1, mənfi 2, müsbət 1, müsbət 5. İndi mən baxıram. Dəyişən hansıdır? Xlordur. Bir dəfə sıfırdan gəlib neçəyə uşaqlar? Aha, mənfi 1-ə. Buna biz deyirik nə? Elektron alıbsa oksidləşdirici. Bir dəfə də sıfırdan gəlib müsbət 5-ə. Burada da reduksiya edici. İndi oksidləşdirici də, reduksiya edici də eyni molekuldur. Eyni elementdir. Onda bu olacaq nə? Öz-özünə. Özü həm elektron alıb, həm elektron veribdir. Biz nə zaman? Yaxşı, hər dəfə üstünü yazaqmı uşaqlar? Yazmadan da tapa bilirik. Onda nə deyirdik? Deyirdik ki, xlor 2, brom 2, bunların nə ilə reaksiyası? Su ilə reaksiyası, qələvlərlə reaksiyası. Qələvlər deyəndə nəyi nəzərdə tuturdu? Natrium OH,
kalium OH, kalsium hidroksid. Bax, bunlarla reaksiyası. Sonra eyni zamanda NO2-nin də uşaqlar. Buraya bax, bu xlor, brom, NO2 bunların su və qələbələrlə reaksiyası olacaq öz-özünə və ya disproporsiya. Gəlin indi bir dənə NO2-ni yazaq. NO2 üstə gəlsin nə? Natrium hidroksid yazın. Aha, nə alınacaq? Kim deyər? Turanda görüm. Natrium NO3, sonra natrium NO2, bir dənə, bir də H2O. İndi üstlərini yazaq. Kim desin? Məhəmməd də yazım. Tez ol. Oksigen -2. Azot neçə olacaq? Müsbət 4 yazdım. Müsbət 4. Keçdim sonra. Hidrogen müsbət 1. Natrium müsbət 1. Oksigen neçə olacaq? -2 yazdım. Keçdim sağa. Oksigen -2. Natrium müsbət 1. Azot neçə olacaq? Müsbət 5. Sonra natrium NO2-də -2, müsbət 1, müsbət 3. Suda isə dəyişmir. İndi nə oldu? Yenə də azot bir dəfə, Əli dinlə Əli, bir dəfə müsbət 5-ə gəlib, bir dəfə də müsbət 3-ə gəlib. Gördünüz uşaqlar, bu da oldu öz-özünə disproporsiya. Onda biz bunu sxem kimi belə deyə bilərik. Baxın, birdən keçib neçəyə? Burada müsbət 4 idi, keçibdi bir dəfə müsbət 5-ə, bir dəfə də müsbət 3-ə. Belə bir işarə qoyduq özümüz üçün. Çünki uşağın eləsi olur ki, bunu belə nəzərdə saxlayır. Birdən 2-yə gedibsə, bu oldu öz-özünə. İndi gəlin bir də baxaq növbətisinə. Növbəti də oldu uşaqlar, əks öz-özünə. Əks öz-özünə. Adına deyəcəyik kommutasiya reaksiyası. Kommutasiya. Aha, kommutasiyada nə baş verir? Baxın, kükürt üstə gəl, H2SO4. Buradan alınacaq. SO2 üstə gəlsin su. İlahidə yazın. Burada. Burada qızım, burada. 0. Getdik. -2. Müsbət 1. Müsbət 6. Keçdim sağa. Müsbət 4. Burada isə dəyişmir. Olduğu kimi qalır. Dəyişən hansıdır uşaqlar? Kükürt. 0-dan gəlib bir dəfə müsbət 4-ə. Həmişə soldan sağa baxırıq da uşaqlar. Bir dəfə də kükürt müsbət 6-dan gəlib müsbət 4-ə. Düzdür? İndi burada oksidləşmə məhsulu da, reduksiya məhsulu da eyni elementə, eyni molekuldur. Həm oksidləşmə məhsulu, həm reduksiya məhsulu eyni molekuldursa, amma lori dildə desək, baxın, bir dəfə 0-dan gəlibdi müsbət 4-ə, bir dəfə də müsbət 6-dan gəlib müsbət 4-ə. Elə bir 2-dən 1-ə gedibdi. Bu da oldu nə? Əks öz-özünə kommutasiya. Oksidləşmə reduksiya reaksiyalarının növü oldu bu uşaqlar. Kimin sualı var? Sualınız.